Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, Səhiyyə Nazirliyinin çağırışı ilə bağlı başlığı qeyd etdiniz, amma təfərrüatları mən danışacağım. Deməli, Səhiyyə Nazirliyindən əldə etdiyimiz informasiyaya görə bəzi saatlarda havada tozun miqdarında artım müşahidə olunur. Təbii ki, indiki yaz fəslini yaşayırıq və bu baxımdan da bəzi insanlarda allergik reaksiyalar daha çox özünü biruzə verir. Öskürək, baş gecəlləmə, bu kimi reaksiyalar simptomlarla özünü göstərir bu, yəni tozcuqların artması havada. Daha təfərrüatlı informasiyanın nə cür qoruna bilərik və nə reaksiya baş verir ki, bu cür simptomlar özünü göstərir. Təfərrüatlı informasiyanı hazırda ilə qonağım pulmonoloq Sona Hacıyeva vasitəsilə əldə edəcəyik. Xoş görürük Sona xanım. Buyurun, təfərrüatları suallarımıza cavabı sizdən eşidək. Hal-hazırda allergik xəstəliklərin mövsümünü yaşayırıq və son zamanlarda bu allergik reaksiyalarla müraciət edən xəstələrin sayında artım müşahidə olunur. Bu nə ilə əlaqədardır? Havada olan bu tozlanma dövrü ilə əlaqədar olaraq havada olan tozcuqların, polenlərin səhər saatlarında və günün ikinci saatlarında konsentrasiyasının artması və nəticədə bu polenlərə bağlı, yəni allergik reaksiyaları olan şəxslərin məruzəت sonrasında ortaya çıxan əlamətləri daha çox allergik konjunktivitlərlə, allergik rinit və bronxial asma kəskinləşməsi ilə ortaya çıxa bilər, yəni qarşımıza gələ bilər. Kimlər risk qrupu təşkil eləyir? Valideynlərin birində allergik reaksiyası olan şəxslərin evladları risk qrupu təşkil eləyir. Eyni zamanda əgər valideynlərin hər ikisində də allergik reaksiyalar varsa, bu şəxslərin evladları 50%-in üzərində daha çox risk daşıyır. Nə tövsiyə eləyərik bu şəxslərə? Tozlanma ərəfəsində polenlərin çox olduğu dövrdə, yəni bu mövsümündə çölə çıxarkən gözlüklərdən, eynəklərdən və maskadan istifadə etməsi, evə gələrkən isə bu selikli qişaları, yəni dəridən mexaniki olaraq selikli qişalardan təması uzaqlaşdırmaq gərəkər. İlıq su ilə yumaq gözün selikli qişasını, burnun selikli qişasını, ağız boşluğunu. Əgər bu proses yəni davamlılıq gətirərsə, yəni əlamətlərlə büruzə verərsə, mütəxəssisə müraciət etməyi tövsiyə edirik. Sona xanım, bir əlavə sualım da olacaq. Deməli, siz vurğuladınız ki, hansı simptomlardan özünü göstərər, nə etmək lazımdır, amma olur ki, bəzi hallarda insanlar bunun qarşısını almaq üçün dərman vasitələrindən də istifadə edirlər, həkim məsləhəti olmadan. Bu doğrudurmu və təsirləri nə cür ola bilər? Yəni həkim məsləhəti olmadan hər hansısa bir dərmanı aptekdən gedib öz başına almaq tövsiyə olunmur. İstənilən dərmanın yəni müsbət tərəfləri olsa da yan təsirləri də ola bilər. Yəni bu səbəbdən yəni mütəxəssisə müraciət edərək mütəxəssisin müəyyən müayinələrdən, yoxlamalardan keçdikdən sonra o şəxsə uyğun bildiyi dərmanı istifadə etmək məsləhət görülür. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, vurğuladığımız kimi elə Səhiyyə Nazirliyinin bu istiqamətdə çağırışı var ki, bəzi saatlarda dediyimiz kimi havada tozun miqdarında artım müşahidə olunur. İndiki məqamda da çox insan bu problemdən əziyyət çəkir, allergik reaksiyalardan və öskürək, gözün yaşarması bu kimi simptomların özünü biruzə verir və bu baxımdan da elə həkimin də sadaladığı məqamları xüsusilə diqqətdə saxlamaq lazımdır və bütün xəstəliklərin təməlində də gigiyenik qaydalara əməl edilməməsi durur. Yəni əksəriyyətində başlıca səbəblərdən biri bu hesab olunur və mütləq şəkildə gigiyena qaydalarına da əməl etmək zəruridir. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları ötürdüyünə görə. İndi